Enneaqram tipləri haqqında məlumat verəcəyimiz YouTube videosunun 3-cü bölümünə xoş gəlmisiniz. Tip 2-lər dünyaya gəldikləri gündən bəri necə sevilə bilərəm, necə fayda verə bilərəm və necə xeyir əldə edə bilərəm, bunun haqqında düşünürlər və bu onların dərinliyində yatan əsas motivasiyadır. Yəni qısacası, faydalı olmaq, ətrafdakı insanlara xeyir, qayğı vermək və onlara mərhəmətli davranmaq və bununla əlaqəli olaraq qayğı və xeyir ala bilməyə çalışırlar. Bütün bu saydıqlarım isə tip 2-nin həyata, yaşama, insanlığa olan qatqılarıdır. Tip 2-lərin əsasən istifadə etdikləri bir ifadə var. Bu ifadə isə odur ki, ətrafdakıları xoşbəxt etdikcə xoşbəxt oluram. Bu şəxsiyyət göstəricisində olan insanlar baş verən hadisələri, eşitdikləri məlumatları duyğuya çevirirlər və bunun əsasında sevilib sevilmədiklərini, görülüb görülmədiklərini özləri üçün analiz edirlər. Tip 2-lər sizlərin ən böyük problemlərinizdən biri də yox deyə bilməməyinizdir. Yox deyə bilməməyinizin isə 2 səbəbi var. Bunlardan biri mən kömək eləyəcəm, qarşımdakı isə mənə çox təşəkkür eləyəcək. İkincisi isə utandığınız üçün yox deyə bilmirsiniz, çəkindiyiniz üçün yox deyə bilmirsiniz. Amma sizə bir məsləhət verəcəm. Sərhədlərimizi qorumaq, daha uğurlu münasibət qurmağımız üçün çox önəmlidir. Tip 2-lərin ən əsas ehtiyacı sevilmək və dəyərli hiss etməkdir. Çünki bu ehtiyaclar onları həm güclü eləyir, həm də bəzən həssas edə bilir. Onlar qarşıdakı insanların nə istədiyini sözsüz şəkildə belə olsa anlaya bilirlər və onlara səmimi şəkildə kömək eləməyə çalışırlar. Bu isə onları etibarlı və sevilən insana çevirir. Əziz yardımsevərlər, sonda isə sizə demək istəyirəm ki, sevgini qarşınızdakı insana verməyiniz bu sizin gücünüzdür. Amma o sevgini özünüzdən əsirgəsəniz, bu artıq gücə yox, yorğunluğa çevriləcək. Növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı unutmayın.